Vurduğu avtogola görə öldürülən futbolçu. 94-cü il dünya çempionatı. Favorit komandalardan olan Kolumbiya millisi ev sahibi olan Amerika ilə qarşılaşır. Oyunun 35-ci dəqiqəsində Kolumbiyalı müdafiəçi topu öz qapısına göndərir. 2-1 hesabı ilə uduzan Kolumbiya millisi play-off mərhələsindən keçə bilmir. Çoxları dünya çempionatından sonra futbolçulara vətənə dönməməyi məsləhət görürdü. Andres Escobar isə bunu ağlının ucundan belə keçirtmirdi. Komandanın kapitanı olaraq adi Kolumbiyalılardan gizlənmək istəmirdi. Kolumbiyada Escobarı sevirdilər. Buna baxmayaraq 10 gün keçmişdi ki, ona medelyəndə bir klubun parkingində kürəyinə 6 dəfə atəş açırlar. Deyilənə görə açılan hər atəşdən sonra qatil qol deyə qışqırırdı. Atılan ardıcıl 6 atəş 3 iyul tarixini Kolumbiya futbolunda qara bir tarixə çevirir. Escobarın ölümü Kolumbiyada futbola olan marağı da öldürmüşdü. Oyuncuların çoxusu artıq millidə oynamaq istəmirdi. FIFA reytinqində 4-cü olan bu komanda düz 34-cü yerə kimi düşür və növbəti 16